Beyni birdən ekstremli lazımdır. Nə qədər acaba? Keçəcək və baxar. Burada hər kəsəndə gəlir. Nə qədər şey verir? Xərci nə qədər olur? Göngən. Qanun çəkiləndir. 41 manat köpü közüsən kəsir verir, hə? Ona tutarır hər şeyi. 41 manat. Hər cöngəyə. Kilosundan asıl. 100 kilo, 200 kilo da fərq yox. O düzgün deyir axı. Bizdən 500 kilo kəs, bizdən 100 kilo kəs, sən düşün bilirsin ki. O düzgün deyir axı. Restorant hardadır? Hə? Restorant. Nəfər? Restorant hardadır? Restorant. Orada o hara yazılır. Nə? Burada özləri deyir. Ha, onların özləri təqdir. Maşında bu yerlərdə köy maşında onların maşında ne var? Aparıb gətirə, 10 manata gelib gəlmə. Cöngəni 10 manata aparıb gətirə. Kəsilmiş mal aparır da olmaq. Bura gəlməyi və nə? Gəlmək istəyir. Buradan aparmaq. Həkim yoxdur ha burada, ondan bir şeyler söz deyir. Yox, həkim yox. Boş ver var. Burada boşalır da ya. Hansı təmizləyən daşlar, mübaratasının qabağına bax. Bura bax. Mübaratasının qabağına bax. İçəriyə bax. Kamera var içəridə. Buna bax. Hansı təmizləyən daşlar? Buna bax. Bu hansı təmizləyən daşlar? Buna danışdıra bax. Bu nədən, hansı təmizlik, paklıqdan, qidagətlikdən danışa bilər? Qap, içəri girəndə nə təmizlikləri? Bura bax. Buna bax, buna bax. Gör, nə gündədir bu? Bu hansı şeydən İsmail danışa bilər? Ay cənab prezident, ay Təhməzov, sən nə icazə vermirsən? Bunun təmizliyinə bax, yerdəki kanalizasiya yerinə oxşayır. Burada nə heyvan kəsilirsən? Nədir bu? Hansıdan ben buna bax? Nə, bu buradan başlanır? Sağlam təmizliyi buradan göstərilir. Bu dedim onun təmizliyi. Bura baxmır, yox. Gör nə gündədir, qapısına baxmır. Gör nə gündədir bu. Buranı təmizlətdirməyib bu. Görsən? Gör nə gündədir bu. Bu hansı təmizlikdən danışa bilər? Hansı halallıqdan danışa bilər? Buradan başlanır, buradan vətən başlayır. Hardan başlanır vətən? Bax budur, Mayakovski'nin hardan başlanır vətən? Buna bax. Bu nə təmizlikdən danışacaq? Nə halallıqdan, nə zabına ağacları sındırıblar. Buna bax, yola bax. Bunun təmizi buna bax. Bu değil, bura gör neye oxşayır? Komxoz idarəsi. Komxoz buradan təmizdir. Komxozun inzibatı binasının buna bax. Gör nə gündədir. 200-300 min bura maya qoyub düzəldib. Sən ona buna bax, sən. Natəmizliyə bax, Bax, buranı təmizləməlidir bu. Buradan başlanılır, Qoşqat təmizdir. Zəngilanlı balası. Bax, bu deyil, gəl buna bax. Ətrafa bax, buradan təmizlik burada gül olmalıdır. Gül, çiçək, insan talihi. Gəl burada kəsir 41 manat. 100 kilo ola da deyir 41 manat, 200 kilo ola 400 kilo ola. Harada bunu kim təyin elədi? Hansı tarif şurası? Cəmaatı soymaq üçün 200-300 min dollar bura maya qoyub, cəmaatı, dedi baba, Kürdəmirdə yoxdur bu. Kəsərəbəti rayonu. Sabirabadda yoxdur. Səlyəndə yoxdur. Neftçalada yoxdur. Nədən danışır bu? Çox hörmətli cənab prezident Ali Başqamanlar, hörmətli baş nazir Əli Əsədov, hörmətli baş prokuror Kamran Əliyevə və korrupsiya idarəsi, Daxili İşlər Naziri Vilayət Eybozov cənablarına. Bir də sanitologiya sanitar qovşağının rəhbərliyinə. Belə bir hadisədən ötürü ağır bir vəziyyət yaranıb Şirvan şəhərində. Mən sahət rəhbəri, Yeni Şirvanlı İnfoaz sahətin rəhbəri kimi mənə müraciət edirlər. Nədir bu müraciət? İndi onların canlı, hamısı bütün Şirvan cəmaatı böyük narazılıq yaradır. Cənab prezident, siz həmişə xalqın xidmətindəsiniz, siz xalqın xidmətçisiyəm. Və bu yerli, bu xırda adamlar kimdir və nəyə bu xidmət edir? Bu məmurlar. Bu adam var, İsmail, Tərarov İsmail var, Xasayoğlu. Burada bir dənə kəsim açılıb məntəqəsi.
Bu cəmaata böyük narazılıq yaradır. Düzdür, bu yaransın, amma burada özü Tarix Şurası ki, qiymət təyin edir. Biz orada dünənlər çəkiliş eləmişək, gelmişək. Özü natəmiz, biabırçı vəziyyətdədir, onu da qoyacam ora. Qapıdan, varatıdan içəri girəndə hamısı biabır, komxoz idarəsi ondan təmizsin. Bu nə qanunla tacib edir? Bu özü reketdir kimi özünü aparır. Cəmaata əzab verir, qida agentliyinə gecə-gündüz ərizə yazır, onu sahibkarlığa böyük ziyan, zərbə vurur. Qida agentliyəsi var, Qoşqar Təhməzli, böyük stajan malik adamdır. 10 il Bakı şəhərin eftalmologiyanın rəisi olurdu. Çox təcrübəli adamdır. Bu demək, həmən bu İsmailov Tərranov İsmail Xasayoğlu cəmaatlarla çox agresiv danışır, təhqir edir insanı. Kim verir bu səlahiyyəti? Cənab Prezident, Cənab Baş Prokuror, Daxili İşlər Vilayət Eyvazı. Bu orada özünə məxsus qiymətlər yazıb ora. Amma sanitariya belə, orada faktlar çoxdur. Orada sanitar qorşaq ifunətlə sərgilmir. Orada filtrasiya olmalıdır, asitisiya təmizləmə işlə var. Kim icazə verir, bax buna, istismara bunu kim icazə verir? Mən onsa təhlükəsizlik, Dağmədən Təhlükəsizlik İdarəsi var, Sələndə regional falan var, ona da demişəm, rəhbərliyə deyiz. Bunun istismarına axtı kim verir? Orada o qovşaq olmalıdır. O qanlı, zirzibilli, üfunətli, xəstəlik, orada yığılan xarab ətlər yığılır, üfunət verir. Kim, hara təhvil verir bura? O su təmizlənməlidir, çirkab, böyük abyomlu. Sonra buraxılmalıdır kanalizasiya. Ekologiya Naziri. Böyük faciədir bu. Bunu eləmir. Buna kimsə burada ayaq verənlər var, mən eşitdiyimə görə. Onlara bu arxaindir, heç şey eləmir. Şirvan şəhər hüquq mühafizə orqanı rəhbərliyi, mən onlara da müraciət edirəm. Buna nəzarət edin, qiyməti ağzına gələni yazır orada. 41 manat hər döngəyə orada çəkiliş var, faktisidir. 41 manat pul alır. Deyirəm 50 kiloluğa da, 100 kiloluğa, deyir 500 kilo olsun 41 manat. Bu kimdir? Bu nədir? Kim tənzimləyir bunu? Ona görə Sərvət Şadlıq rəhbəri Əfqan müəllim müraciət edib, gəlmişəm onun idarəsindəyəm. Orada xarab ətlər gətirib bunlara verirlər, sənədlər də var, hamısı eləyəcək. Xahiş edirəm, Əfqan müəllim də danışsın, sonra biz davam edəcəyik. Məmmədov Əfqan Məmmədoğlu 2018-ci ildə Sərvət Şadlıq Sarayında icraçı direktoram, sahibkaram. Siz həmişə cənab Prezident, başkomandan bizə dayan durmuşsunuz. Həmişə sizi biz özümüzə güvən vermişik. Niyə görürsünüz? Həmişə sahibkarlar imkan verməmişsiniz ki, yoxlamalardan, qeyri-qanuni hər dəqiqə yoxlamaqdan bizi azad eləmişsiniz. Bizə imkan yaratmışsınız ki, işçi götürək, istifadə verək, vergimizi verək, işıq pulumuzu, su pulumuzu, kommunalları verək və dövlətin vergisini verməyə bizim imkanımız olsun. Son bir il yarımdır, bizim başına böyük bəlalar gəlib. Bu Şirvan şəhərində 90-95 min ahəsi var. Şükür bizə orada Şadlıq Sarayı var ki, indi bizi əsəd toylarının, Sabirabadın, Səliyanın, Udurun, Qarasunun, Atbulağın kəndlərdən gəlirlər. Bu kəsim gözəl ki, mən razıyam, üstün əlinin üzrə açılıb, çox gözəl, çox gözəl. Ancaq mən başa düşə bilmirəm, bu 45-50 kilometrdə ət bu insanı hara gəlsin, nəyə gəlsin? Mən işitmişəm, bəzi Avropa ölkələrində diri balıq soyanda ona 8 il iş verirlər. Biz 50 dərəcə, 45 dərəcə istinin altından məcbur edirik ki, götür 50 kilometrdən get əti burada kəs, qaytar da ətdəki inir, yolda elə inir. Diri gələndə önünə görür, xəstə düşür. Mən başa düşürəm, ya bunu elə eləmək lazımdır ki, insanlar rahatlaşsın. Bizim toylarımız çox azalıb. Çox azalıb, qıraqlarda heç səs gəlməyib. Deyirlər, bu boyda Azərbaycanda təkcə Şirvandadır, qayda qanun. Mən başqa yerdə eşitməmişəm. Hamısı qaçır buradan, gedirlər başqa yerə. Bizim də, mən də nə qədər işçi qövəm vardı, çoxsuna yarı-bayır azadmışam. Vergimə çox çətinlik verə bilirəm. Demək olar ki, biz müfriz vəziyyətdəyik. Bizə kömək lazımdır. Bax, ayın 25-i toy, ət kəsilmişdi, həmin o İsmail kəsmədi, əti ondan almışlar. Tərlan İsmail, əti ondan almışlar. Mən poverim, mənə zəng elədi ki, müəllim burada xarab ət gətiriblər, xəstə ət gətiriblər. Sənədlə. Sənədə vermişəm, təqdim edəcəm. Dedim, bu qiməti kim verir? Deyir, İsmail özünü almış. O özdən monopoliya açıb özü üçün ət mağazası var, qeyri, antasanitar götürür. Yuxudan durur, hər 10 nəfərdən bir şikayət yazır, boşuna
özü bilmədən kimi belə də kef istəyir, mənəm də deyir. Mən anlaya bilmirəm. Bu yaxşı, məndən iki dəfə yazıb, ancaq gəlib görür hansı qanundur. Mən belə qalıb nəyə görə əsəbləşirəm ki, bu nədir, bu duracaq, kefi duracaq, məndən şikayət yazmalıdır bu. Bu bir navat son qoyulacaq. Qarşı alınmalıdır. Bu navat son qoyulacaq. Bir nəfər özüdür, 2 nəfər işçisi var. 60'da çox, 70'də işçisi var, 100'də işçisi var, mən düşüb 30-35'ə. Mən məndən çox, mənim də vergim onun indiyəcə 2 illik vergisidir. Mənim bir aylıq vergim. Mən məhv olmuşam. Mən kömək istəyirəm sizə canım. Buyur, povrudansın. Mən Abbasov İmran Abbasoğlu 2018-ci ildən Sərvərşalı sarayında Məmmədov Əfqan müəllimin yanında çalışıram. Kebabçı vəzifəsində işləyirəm. 25 aprel 2025-ci il tarixdə bizə səhər ət gəldi. Möhürlənmiş ət idi. Ətin budunda zəda var idi. O ət yararsız idi. O ətdən iyi gəlirdi, çirklənmişdi ət. Biz müdaxilə elədik, burada arasına baxıyoruz ki, ət arasında sapsarı su axır. Biz o əti verdik toy yəsinə ki, bu ət bizə yararsızdır. Biz bunu işlədə bilmərik. O dedi ki, mən bu əti demək, Tərlanov İsmail müəllimin məntəqəsindən götürmüşəm. 14 numara neçə qəpiyə. Biz dedik ki, apar bu əti qaytar, ver özünə təhvil. Biz bu əti işlədə bilmərik. Bu ət ancaq Zorpaqda bərk heyvana gezdirmək olar. Doğru görsən, nə gözlə. Demək, bu adam nə istəyir? Demək, cənab biz prezident, indi Əfqan müəllimlə danışacaq. İndi bu məsələ biz sat vermişik. Bu nə istəyir bu Şirvanda eləyir? Bu nədir? Ancaq ondan bundan yazır. Bax, görsə Əfqan müəllim deyir ki, burada desə 17-18 ildir bu adam buranın. Gecə gündüz ərizə yazır. Bir daha getir, gəlir, yoxlayır, bir sənədi var. Bu nə demək? Onun öncə dövlətin idarələrinə bu təsir eləyir. Onların işləri pozur, onların başqa işləri var, ancaq bu işlərlə məşğuldur. Demək, bu Kürdəmirdə yoxdur bu, Hacıqabulda yoxdur. Səlyan kimi böyük rayon, kənd səfələrində yox, Sabirabadda yox. Bir dənə burada açıb, burada da cəmaata zulüm edir. Səhər-səhər gedirsən növbə, qırğın qiyama, işçisin görəsən nə qədər işçisi var bunu. Əmək Fəşli Səlyanda, Anar Qıdırov, xahiş edirəm, gəl yoxla bunu, əmək. Onların orada çəkilin, videosu çəkdik. Arı satırıya, sapamız var, yağmurçılıq, füynət, o da qoyacaq orada, bax. Buna özünə nəzarət olmalıdır bu. Bu cəmaatı, bu nə deməkdir bu, faktlarla. Bu belə şey olmaz. Cəmaata əzab verir, özü istədiyi qiymətə elir, istədiyi qiymətə. Bunu kim tənzimləridir? Azərbaycan xalqı hüquqi dövlətdə yaşayır, qanun hökumətdə. Bu nətər özündən, cənab prezident, baxıram portretlərimizə, baxıram hamısına, böyük Erdoğanla bizim Ali Başkomandanımız, Qadasın hanım olarım. Demək, bu İsmail Tərlənov kimdir bu Şirvanı dağıdır, bu 90 min əhalisi olan bir şəhəri. Bunun qarşısı, dur deyən olacaq görəsən, kimdir bu? Hamısının bunun arxası var, şeyləri var, nə bilim, yuxarılarda bunun adamı var. Hüquq mühafizə orqanlarında, kimdə. Olsun da, bizim də prezidentimiz var, o boyda, dünya səviyyəli. Mən onu, Kütahya Komünist Partiyasının katibi onu qəbul edəndə dünya mənim oldu. Dünyanın bir növləri dövlət partisi nə boyda izdihamla bizim İlham Əliyevi qəbul elədi. Vizanı ləğv elədi, hər şeydir. Öpürəm, bağırma basıram o böyük şəxsiyyəti, qatı edərsini. İndi Əfqan müəllimin ürəyi sözləri var, gənə desin. Görək nədir? Mən inanıram, bizim səsimiz də işləyəcəklər. Yuxarıda duran nazirlər. Çox xahiş edirəm, kömək edin bizə. Bizi məhv edirlər. Açıq aydın, monopoliya yaradıblar, ət kəsmə, oyun açırlar. Heyvanlara, Allahın yaratdığı heyvanlara elə zulm verirlər ki, bu istilər. Onu heç kim yeməz. Bu ayıbdır. 50 kilometre gətirib ət kəsmək burada. Bu özü cinayətdir. Heç bir qanunda yoxdur. Bəli, ya bunu açırsınız, ya kətlərdə. Mən razıyam. Kətlərdə hər məntəqələr bir şəhərin baytarı var. Onların kəsdiyi məntəqə bəlkə bundan təmizdir. 1000 dəfə təmizdir. Valla 1000 dəfə təmizdir. Onlar bir də heyvan kəsib, 100 heyvan kəsib, natəmizdir. İyi götürür, yay vaxt gəlir. Aran yeridir, bu istidir. Aran yeridir. Bu da xəstəlik yaradır. Vəfa yaradır, çox xəstəlik yarada bilər. Buna əlac eləmək lazım. Yerlədir ki, qida xahiş edir. İrədivan Təzər Cavan oğlan gəlir. Eşitmişəm çox işləyən o adın nədir, bilmirəm. Allah o Səlyanı, Allah işləmandı eləsin. Ondan xahiş edirəm, kömək eləsin. Ya hər kəndlərini, rayonunu, baytar özü müayinə eləsin və imkan yaratsın ki, insanlar toy elə bilsin, gətirsin şadlıq toy. İnandırın, gələn yoxdur.
Bizi toylayan yoxdur. Bizi bankrot eləyiblər. Biz məhv olmaq üzrəyik. Bizə kömək lazımdır. Bu monopolistin əlindən bizi tutarım. Bəs xəstə adamdır, o həqiqi xəstədir o. Bu insan ki, mən demirəm, özü bilən, o ailəsində böyük problem yaradan insan bizim nə qarışqa kimi görür oldu. O biz o için heç nə yox. Ailəsinə problem yaradan adam, gör ha, bunu bütün Şirvan bilir də, nə vəziyyətdir onu. Yoxlayan bu hüquq MTM var da, prokuror var, obisi rəis var. Maraqlansın bu kimdir də bu? Ailəsində elə bu bilsin ki, problem yaradır. Gəlib cəmaata zulüm edir bu adam. Hamıdan şikayət edir, qida getirir, əlində plakat tutub, ged o cərmələ, 1500 manat, 1500 manat cərmələdi, yıxıldı 12 masada. Kimdir bunu? Buna kim verib bu salayəti? Bunu tədbirində hara səsimizi, sos çıxmamızı qaldırmışıq. Cənab Ali Başkomandan, hörmətli Baş Prokuror, Daxili İşlər Naziri, Qoşqar Təhməzli, bunun qarşısını al da, qardaş. Gəl, sənin nümayəndin nazirlikdən gəlsin, bunu fəaliyyətin yoxlasın yerdə. Başa düşsən, onun kanalizasiyası yox, ekologiyadan. Natəmizdir, 10 dəqiqə adam yaxın dura bilmir. Yaxın dura bilmir. Biz bunu eşidin, bu nə deməkdir? Çox uzun danışmayacaq, faktlar əsasında bizim müraciətimizi videonu bıraxacaq efirə gəlsin, Yeni Şirvan İnformasına. Çox minnətdarım, var olasınız. Sağ olun, sağ olun. İnanıram bizə kömək, biz sahiblərə kömək edəcək. Mütləq kömək olacaq Allahın köməkliyə. Cənab Prezident buna öz sözü, dəmir yumruğunu göstərəcək.